Bugün Azərbaycan ədəbiyyatının və ictimai fikir tarixinin görkəmli simalarından biri yazıcı, nasir, dramaturq, ədəbiyyatşünas, tənqidçi, dövlət və siyasi xadim, Azərbaycan Respublikası Milli Məclisinin birinci çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu Xeyrəddin Qocanın doğum günüdür. Hörmətli Xeyrəddin müəllim, sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizin çox şəxəli yaradıcılığınız, kəskin publisistik üslubunuz, milli düşüncəyə və dövlətçilik ideyalarına söykənən mövqeyiniz Azərbaycan cəmiyyətinin formalaşmasında mühüm rol oynadı. Ədəbiyyatda qələm sahibi kimi, ictimai-siyasi həyatda isə prinsipial mövqeyi ilə seçilən ziyalı olaraq fəaliyyətiniz daim hörmət və rəğbətlə qarşılanır. Yazıcı və dramaturq kimi yaratdığınız əsərlər oxucunu düşündürən, güldürən, bəzən də acı həqiqətlərlə üz-üzə qoyan dəyərli nümunələrdir. Tənqidçi kimi sözün məsuliyyətini, dövlət xadimi kimi isə vətəndaş mövqeyini hər zaman uca tutmusunuz. Milli Məclisin ilk çağırışında deputat kimi, daha sonra isə İstanbulda Azərbaycan Respublikasının baş konsulu vəzifəsində ölkəmizi layiqincə təmsil etməyiniz xidmətlərinizin bariz göstəricisidir. Bu əlamətdar gündə sizə möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, yaradıcılıq enerjisinin tükənməz olmasını və yeni uğurlar arzulayırıq. Qələminiz daim itir, sözünüz kəsərli, yolunuz işıqlı olsun. Doğum gününüz mübarək olsun.